Şu qonağımız dəyərli professor doktor Qulu Məhərrəmlidir. Qulu bəy habelə demək olar ki, Güney Azərbaycan məsələsi ilə birə-bir ilgilənən və habelə media məsələsi ilə və akademik məsələsi ilə iç-içə olan bir şəxsiyyətimizdir. Onun zamanını aldıq. Qulu bəy bilirəm ki, çox sıx görüşmələri var və bizi məcburən bir araya sıxışdırdı və çox acil şəkildə ofisə gəldi ki, bu proqrama qatılıb və bizdən bu məsələni paylaşsın. Çünki əminəm ki, Güney Azərbaycan Qulu bəyə çox-çox önəmlidir. Ona görə Qulu bəyə buradan salamlarımızı inədəm. Müəllim, çox xoş gəlmişsiniz. Çox sağ olun Rıza bəy, mən də sizi salamlayıram. Bizi seyr eləyən Avropadakı, Amerikadakı, digər yerlərdəki soydaşlarımızı salamlayıram. Hamıya salam olsun. Çox sağ olun. Hörmətli Qulu bəy, bu müraciatı siz oxuyubsunuz və gördünüz və habelə oradakı olan Güneyli öğrencilərin məsələlərindən yaxından, uzaqdan tanışsınız. Bunu sormaq istəyirəm ki, bu yaranan problemdə, yəni bu pandemi dönemində, habelə bunu da bilirik ki, Azərbaycan hökuməti digər hökumətlər kimi ekonomik baxımda baskı altındadır. Çünki dünya ekonomisi biraz çöküşdədir. Bu məsələni necə həll etmək lazımdır? Yəni oradakı Güneyli öğrencilərimiz dönməməsinlər nə etməlidir oradakı olan ziyalılarımız və qeyri-hökumət təşkilatlarımız? Buyurunuz. Əvvəla o müraciəti imzalayan hər kəsə təşəkkür edirəm. Yəni bu işin təşəbbüskarlarına minnətdaram. Çünki bu eğitim məsələsi belə bir şeydir ki, bu heç zaman yarıda qoyula bilməz. Yəni çarəsizlikdən indi onlayn, internet üzərindən və başqa formalarda eğitim aparılır. Yəni hər halda xətt davam eləyir, yəni formasından asılı olmayaraq. Ona görə burada Azərbaycanda təhsil alan bizim Güneyli qardaşlarımızın, Cənubdan gələn qardaşlarımızın təhsilinin yarımçıq qalmaması üçün əlbəttə hesab edirəm ki, iki səbəbdən bunların qayğısına qalmalıyıq. Birincisi, hər halda İran İslam Respublikası bizim yaxın qonşumuzdur. Bizi birləşdirən tarixi, dini, İslami dəyərlər var. Humanist baxımdan hesab edirəm, humanitar baxımdan iki ölkə arasında müəyyən bir ilişkilər var. Bunları nəzərə almalıdır və burada təhsil alan tələbələrin təhsilinin yarımçıq qalmaması üçün hökumət addımlar atmalıdır. Yəni bu addımda konkretdir. Yəni onların təhsil haqqına yardımcı olmaq və yaxud onlardan heç olmasa müəyyən bir dövr ərzində, yəni pandemiya sona yetənə qədər onları təhsil haqqından azad etmək. Yəni bu ən yaxşı variant budur. İkinci hesab edirəm ki, Azərbaycanda müəyyən bir iş adamları var, hər halda pulu olan adamlar var. Onlar da bir vətənpərvərlik addım atmalıdırlar. O insanlara yaxından kömək eləməlidirlər. Mənim tanıdığım deməli tələbələr var. Çünki mən Bakı Dövlət Universitetində dərs verirəm. Yəni o adamlarla, bəzən tələbələrlə görüşürük, soruşuram yəni problemlərini, sıxıntılarından xəbərdaram. Hər halda bununla bağlı yəni Bakı Dövlət Universiteti çərçivəsində onlara qarşı hələlik belə bir baskı yoxdur. Yəni düşünürəm ki, bu olmamalıdır. Çünki bizim digər müəllim, pedaqoq həmkarlarımızla biz bu barədə düşünürük ki, hörmətli rektora biz müraciət eləyək. Yəni o tələbələri deməli təhsil haqqından azad eləsin. Həm də onların sayı çox deyil. Bakı Dövlət Universitetindən. İkinci bir tərəfdən o müraciətdə də qeyd olunub, bu çox gözəl qeyd olunub. Elə sahələr var ki, bunlar çox özəldir, spesifik sahələrdir. Bu dil məsələsidir, ana dili məsələsidir, ədəbiyyatdır, tarixdir. Yəni humanitar fənlərdir ki, bunlar insanların dünya görüşü, baxışı, bir ölkə haqqında, millət haqqında, xalqın tarixi haqqında, ənənəsi haqqında bir bilgiləri formalaşmalıdır. İkincisi bu dili, normativ dili. Mən fars dilinin altında, o fars dilinin təzyiqinə məruz qalmış dil haqqında yox, ümumiyyətlə ana dili haqqında, türk dili haqqında onun doğru, dürüst öyrənilməsi və öğrencilərə çatdırılması. Yəni necə ki, Şirin Təbriz ləhcəsi var, Ərdəbildə necə gözəl bu ana dilində danışırlar. Bax, o dilin qayda qanunları, elmi əsasları ilə öyrənib, deməli, tədris eləyə bilən gənclər yetişir. Ona görə də bunlara qayğı göstərilməlidir, onlar təhsil haqqından azad olunmalıdır
Mənə elə gəlir ki, sizin müraciəti də biz Azərbaycan dövlətinə, onun rəhbərlərinə ünvanlaya bilsək, bunun ciddi şəkildə bir effekti olacaq. Çünki Azərbaycanın İranla bağlı bəlli bir siyasəti var. Bu sırf deməli yaxşı qonşuluq siyasətinə əsaslanır. Hesab edirəm ki, bu həm də Azərbaycan hökuməti tərəfindən İran vətəndaşları üçün, soydaşlarımız üçün atılan bir gözəl bir jest olardı. Çünki bu pandemiya dövründə siz də söylədiyiniz kimi insanlar daha çox gözəl jestləri ilə, xeyirxah əməlləri ilə, atdıqları, ifadə elədikləri gözəl niyyətlərlə, davranışlarla yadda qalır. O baxımdan hesab edirəm ki, belə bir addımın atılması, yəni bizim həqiqətən sözdə deyil, əməldə, işdə, davranışda soydaşlarımıza bir sevgimiz olar və bu addımı da hesab edirəm ki, mütləqa atmaq lazımdır. Çox düz nöqtələrə işarət elədiniz. Bir də mən bir qatqıda bulunum, dərsimi geri verirəm sizə. Budur ki, oradan gələn tələbələr və öğrencilər çox fədakarlıq edirlər. Çünki Azərbaycanda gəlib təhsil alan öğrencinin amacı, niyyəti milli bir amacdır və dönəndən sonra da əminik ki, təəssüflə İran hakimiyyəti bunlara iş də vermir. Çünki Azərbaycanda oxuyan üniversitede oxuyan öğrencilere belə müsbət baxışı da yoxdur və bunlar öz fədakarlıqlarla və öz əməllərindən çalışırlar ki, oradakı gələcəklərini də qurban verirlər ki, oradakı olan xalq, Güney Azərbaycandakı xalq ən azından dil baxımından, kültür baxımından, ədəbiyyat baxımından Kuzey Azərbaycandan əldə edən o məhsullarla ileriye gitsin. Amma ən önəmli nöqtə ki, biz daha öncə də bəzi aydınlar və ziyalılarla danışdıq və ona da vurğu etdilər. Budur ki, burs yoxdur Azərbaycanda. Bilirsiniz ki, Türkiyədə çoxlu vakıflar bəzi burs verirlər, devlət. Hətta Türk soylu bəlgəsindən getdiyiniz zaman siz eyni Türk vətəndaş kimin öğrenci xərcini verirsiniz. Bunu soracaqdım ki, bəziləri deyir ki, Azərbaycanda çox burs azdır, qeyri-hökumət təşkilatları burs vermir ya ekonomi iş adamları bunlarda da burs verənləri biz çox belə genəldə görmürük. Siz necə görürsünüz? Bu burs məsələsi gündəmə mi gəlməlidir? Sadəcə yalnız deyil. Məncə bu çox ciddi məsələyə toxunuyorsunuz Rıza bəy. Yəni təkcə burs məsələsi deyil. Mənə elə gəlir ki, Azərbaycan hökumətinin bizim cənubdan gələn soydaşlarımızla bağlı, onların eğitimi ilə bağlı xüsusi bir siyasət olmalıdır. Bu politika təkcə burslara aid olunmalı deyil. Yəni onların üçün xüsusi deməli təlimlərin keçirilməsi, onlar üçün ayrıca dəstəklərin yazılması, onların burada oxumaq üçün şəraitləri, daha sonra magistratura, doktora yapmaları üçün bir deməli sistem müəyyənləşdirməlidir ki, biz yəni həqiqətən cənubdakı soydaşlarımızın onların təhsil alması üçün bax bu addımları ataq. O çox ciddi məsələyə toxundunuz. Yəni mən hesab edirəm ki, İranda çox yanlış olaraq cənubda, quzeydə təhsil alan insanlara bir yad münasibət var. Yəni bu tarixi reallığı necə dana bilərlər? Mən bunu sadəcə sağlam, normal ağla sığışan bir şey deyil. Bu Türkiye, İran daxilində bəyəm kim dana bilir ki, yəni bir toplum olaraq Türklər var, Azərbaycanlılar var. Bunlar İranın tarixini yaradanlardır, onu idarə eləyənlərdir. Bunların böyük sərkərdələri, generalları, dövlətə başçılıq eləyənləri, böyük şəxsiyyətləri, tarixi simaları var. Bu tarixi reallığı siz necə dana bilərsiniz? Yəni bu iki toplum bir yerdə yaşayır. Bu çox normaldır. Dünyanın müxtəlif yerlərində də bu cür çox deyək ki, çox segmentli dövlətlər var. Yəni bu millətlər bir yerdə yanaşı yaşayırlar. Heç vaxt bir toplum başqasına bu qədər baskı yapmır. O baxımdan hesab edirəm ki, Azərbaycanlılara qarşı çox ədalətsiz davranış var. Dil baxımından, mədəniyyət baxımından. Yəni sizdən nə istəyən var? Sizdən siyasi tələblər qoyan yoxdur axı. Sizdən təhsili, milli düşüncəni inkişaf etdirmək, ana dilini inkişaf etdirmək, bu dildə qəzet yapmaq, kitab buraxmaq, dərgilər buraxmaq, televizyonlar, radio verilişləri yapmaq istəyi var. Yəni bu çox normal bir istək və hesab edirəm ki, məsələ təkcə belə deyil. Biz təkcə Azərbaycan dilinin orada statusunu yox, sadəcə olaraq bu gün İranda bu məsələ qoyulmalıdır ki, Türk dili İranda
fars dili ilə yanaşı əsas dövlət dilindən biri olsun. Bu çox ciddi məsələdir. Yəni bu dildə niyə məktəblərdə oxumasınlar? Yəni ən aşağısı ibtidai sinifləri 4-cü sinifə qədər bunu oxumaları çox vacibdir ki, özün dərk eləsin, toplum özünü anlasın. O baxımdan mən hesab edirəm ki, bu tarixi ədalətsizliyə son qoyulmalıdır. Yəni İranda bu zehinləri, bu kafaları daşıyan insanlar anlamalıdırlar bu tarixi reallıqları. Biz Azərbaycan olaraq İranla həmişə dost münasibətdə bulunmağa çalışırıq. Amma biz İranın siyasətindəki Azərbaycana arxadan vurulan zərbələri də görürük, Ermənistanla onun ilişkilərini də görürük, Ruslarla alış-verişlərini də duyuruq və s. Amma bu axı heç bir halda İranın özünün belə tarixi maraqlarına uyğun deyil. Yəni biz heç vaxt öz ərazimizdən, öz torpağımızdan İrana qarşı hər hansı bir pis niyyətlə istifadə olmasına heç vaxt yol verməmişik. Azərbaycan rəhbərliyi də bu barədə dəfələrlə bəyanatlar verir. Yəni belə olan halda siz nəyə görə bir toplumu, Azərbaycanlıları, Türkləri bu qədər sıxıntı içərisində saxlayırsınız? Olmaz. Yəni təhsil də ana dilində olmalıdır, televizyonu da olmalıdır. Yəni bu nə deməkdir ki, Amerika boyda dövlətdə indi İngilis dili ilə yanaşı deməli çoxlu sayda İspan dilli əhali mövcud olduğunu görə faktiki olaraq o boyda dövlətdə İspan dili ikinci dil kimi qəbul olunur. Bunların çoxu gəlmələrdir. Amma axı İranda yaşayan Azərbaycanlılar bu torpağın tarixi sakinləridir. Bu torpağın vətəndaşlarıdır. Yəni vətəndaşla bu cür davranmağa dəyməz axı. Ona görə mətləbdən uzanmayaraq deyirik ki, yəni bunlar da paralel olaraq deyirik ki, İran dövləti özü də bu məsələdə maraqlı olmalıdır ki, bir toplum öz dilini, mədəniyyətini, düşüncəsini eləsin. Onsuz da bu proses gedir. Aşıq da öz dilində çalıb oxuyur, evdə də ana dilində insanlar danışır. Siz necə evlərin içərisinə girib bunu qadağan edə bilərsiniz? Dövlətin tələbləri ilə bağlı bəlli qaydalar var və bu Azərbaycanlılar da onu qoruyur, gözləyir. Amma eyni zamanda bu dövlətin bu vətəndaşlarına qarşı bu dərəcədə sayğısızlıq yapmaq olmaz. Onları bu qədər dil sıxıntısı içərisində saxlamaq olmaz. Çünki dil, təfəkkür, düşüncə, mədəniyyət bu tarixdən gələn havanı götürür və gələcəyə çatdırır. Ona görə də bunun qarşısını süni şəkildə əngəlləmək hesab edirəm ki, yanlış siyasətdir və İran rəsmiləri bundan nəticə çıxartmalıdırlar. Çox təşəkkür edirəm, hörmətli müəllim. Gözəl nöqtələrə işarət etdiniz. Təəssüflə dediyiniz şəkildə bu eğitim məsələsinə, ana dil eğitim məsələsinə, hətta xaricdə oxuyan, özəlliklə Azərbaycan və Türkiyədə oxuyan öğrencilər haqqında İran devləti biraz qayğısızdır və çox üzücüdür. Təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti, hökuməti bizim müraciatımıza müsbət cavab verər və ümid edirəm ki, oradakı olan Güneyli soydaşlarımız sizin kimi dəyərli müəllimlər və üstadların himayəsi altında eğitimlərinə davam edə bilərlər və gələcəkdə Azərbaycanımıza faydalı olar. Çox sağ olun, vaxt qoyduğunuz. Sağ olun, təşəkkür edirik. Buradakı soydaşlarımız da özlərini qəriblikdə hiss eləməsinlər. Hər halda bu işin bir əlacı tapılacaq və onlara yardım olunacaq. Təşəkkür edirəm sizə. Çox təşəkkür edirəm. Dəyərli izləyicilər, bizimlə bərabərdir Profesor Doktor Qulu Məhərləmli. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Qalın sağlıcaqla.